Qarabağ Kəpəzlə bacara bilmədi. Bilmirəm indi bu nə qədər real səslənir və yaxud maraqlı səslənir. Qolsuz bərabərlik qeyd alındı, amma başqa məsələlərə toxundu. Bu oyuna Qarabağ itkilərlə çıxmışdı. Həmin o itkilər Musa Qurbanlı və Elvin Cəfərquliyevin adı soyadı ilə bağlıdır. Çünki məhz Araz Naxçıvan Qarabağ qarşılaşmasında baş verən hadisələri biz təhlil etmişdik, müzakirə etmişdik. Oyun zamanı cəzalanmayan Musa Qurbanlı və Elvin Cəfərquliyev Nizam-İntizam Komitəsinin qərarına əsasən ikisi deməli tam olaraq səsləndirim, oxuyum. Nədən ibarət idi cəza? Deməli, təcavüzkar davranışa cəhd etdiyinə görə bir oyun şərti olmaqla 2 oyun cəzalandırılıb Elvin Cəfərquliyev və eyni zamanda Qarabağ klubu 2000 manat cərimələnib, sınaq müddəti 3 ay təyin edilib. Eyni zamanda Musa Qurbanlı da təcavüzkar davranışa cəhd etdiyinə görə eyni cəzadır. Bir oyun şərti olmaqla 2 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimələnib, sınaq müddəti 3 ay təyin edilib. İsmail bəy, olarsa bir sual verin. Buyurun. Bu oyun vaxtı, sənin də aiddir sualım. Bəli, buyur. Oyun vaxtı poledə hakim var, düzdür? Bəli. Hakim niyə görə dayanıb? Bu işləri regulovka eləməlidir. Bəli. Yer-bir eləməlidir, hər şey həll eləməlidir. Halbuki son zamanlar hakimlərimizi tərifləyirdi ya. Biz hakimlərə qarşı heç vaxt danışmamışıq, yəni səbəb verməyiblər. Səhvləri var, amma yəni o lap şey qərəzi yoxdur. Bundan əlavə var bizdə. Bəli. Var otağı var, orada da baxırlar. Onlar yəni oyundan sonra bu Musa ilə Elvinin cəzasını verən adamlar hardan bunu görüblər? Kameralardan görüblər də təbii ki. Bəli. İnanmıram, oturub bir müddət sonra birisi bu hakimlər komitəsində kimsə deyib, bir dəqiqə nə bilə yadıma düşdü. O şey deyə söyürdü oyun vaxtı. Yəni belə şey yoxdur. Oturub bara bax. Niyə görə bəs oyun vaxtı bu var şeyi? Salam verək. Aleyküm salam. Necəsən? Sən burada yaşayasan da deyəsən. Düzgün yanaşmadı ya. Yəni ki, həmin oyunda oyunun həmin o hansı ki nəticəsinə təsir edə biləcək və yaxud da bilmirəm, məsələn həmin oyunda rəqib tutaq ki, Qarabağ komandası olmasaydı, başqa bir komanda olsaydı verilərdi səncə? Bayla Qurbanov da mətbuat konfransında bu məsələyə toxunub Kəpəzlə oyundan sonra ki, niyə Qarabağı belə deyək ortaya qoyurlar, müzakirə edirlər ki, Qarabağın futbolçularına verilmir. Bizim də futbolçulara deyir, qırmızı vərəqə verilir. Amma Qurban müəllim deyib. Amma Qurban müəllim, yəni əgər bu qırmızı vərəqə varsa və Nizam-İntizam Komitəsi bunu veribsə, sonradan təkrara baxır. Elə var otağında baxa-baxa oyunun gedişatında da vermək olardı da, düzdür? Məntiqlə oyunun gedişatında da Aleksən. Yəni varın məqsədi o. Varın məqsədi budur da, oyunun gedişatında son dəqiqələrdə Musa Qurbanlı əgər cəzalanırsa, Elvin Cəfərquliyev cəzalanırsa, eyni məntiqlə oyunun gedişatında vardan müdaxilə fonunda bu iki futbolçu meydanın vaxtından əvvəl tərk eləməli idi və Qarabağ 9 nəfərlə qalmalı idi. Araz Naxçıvan da son dəqiqələrdə bəlkə də məğlubiyyətdən xilas ola bilər. 100%. Yəni həmin o bayaq dedin ki, hansı davranışa görə? Təcavüzkar davranışa görə əgər sonra davranışa cəhd etdi. Yəni biz dedik də gəlib xoş niyyətlə sən kimisə boğazından yapışa bilmərsən axı. Yox, olur, hərdən bir olur. Olmur. Olur, mənim cahilliyimdə o qədər boğazdan tutmuşam. Sən cahil futbol başqadır. Sən Zloy Aleksən ona görə. Sən kişilərdən gedir, qadınlardan gedir. Ne çoxdan olur. Baş edirdin. Neysə yadıma saldı şey davam edin verdi. Yox da yəni söhbət indi babaya varın səhvindən gedir. Əgər eləsinə qərar varsa, sonradan o icra komitəsində bu qərarı qüvvəyə mindirib və həmin o epizodlara baxıb və sonradan həmin futbolçulara sən 2 oyunluq cəza verəcəksən. Sınaq müddəti də qoyursan. Gör bu cəzanın, bu hərəkətin belə deyək, dozası, şiddəti nə qədərdir ki? Ay sağ ol. Yəni sən ona qoyursan, sınaq müddəti qoyursan. Qardaşım, plus həmin oyunda da yəni o qərarı hansı ki vardı oturan hakimlər. Neçənci dəqiqədə baş verdi oyunda bu? 88. 2 dəqiqə söhbəti gedir də, belə böyük ölçüdə. 2 dəqiqə belədir, ən azından 5 dəqiqədə bir artıracaq, 7 dəqiqə. Əlbəttə. 83, düzəliş 83. Rahat 10-12 dəqiqə oynayacaqlar 9 nəfərlə. Yəni bu belə çıxır ki,
sabah misal üçün oturub oyundan 2 həftə sonra ya da 3 ay sonra qərara gələ bilərlər ki, misal üçün Sumqayıt Şamaxı oyununda o mübahisəli moment var idi. Orada qol idi deyəsən. Yəni bu ya da çempionatın sonunda deyə bilərlər ki, ikinci turda bərabər oynadı ya Sabahla Sabail. O düzgün deyil idi. Hər şey çökür. Qardaşım, bunu belə eləyirsənsə, yəni bu söhbətin altına girirsənsə, yox, varı saxlayırsan, problem yoxdur. Nəsə şey olub. Yəni oyun vaxtı problem olub. Sən bu yox, indi başa düşəcəksən. Yəni sən bu söhbətin altına girirsənsə, qardaşım, de ki, bu baş verib, üzr istəyirik, yəni hakimlər üzr istəyirlər, görməyiblər də, alınmayıb. Bu oyun yenidən oynanılır. Görməyib, yox. Görməyib, yenidən oynanılır. Necə görməyib? Necə yəni görməyib? Ya deməlisən ki, var sistem işləməyib. Kompüterimizdə nasazlıq olur. Bəlkə başqa şeyə baxırlar televizordan o moment. O da ola bilər. Yəni, bu momentdə indi tutaq ki, qərar belə verildi. Da həmin oyun nəticəsində də komanda məğlub oldu. Araz Naxçıvan hakimlərin heç biri cəzalanmadı. Bundan qabaqki çempionatlarda İsmail, sən yadındadır, bir 3 il 4 il zat bundan qabaq hakimlərin hansısa məsələn səhv edirdi, oyunun nəticəsinə təsir eləyən. Baxırdın ki, 5 oyunluq filankəs cəzalandı, nə bilim 3 oyunluq filankəs cəzalandı. Onda da həmin o beynəlxalq dərəcəli hakimlərimiz var idi. Məsələn, UEFA-da gedib oyunları idarə edən hakimlərimiz var. Premier Liqamızın oyunlarında, yəni hansı ki məsuliyyət daşıyan o hakim, orta hakim var, baş hakim və onun köməkçiləri. Bilirdilər ki, bir dənə ola bilər ki, nəsə səhv elərsən qərəzdən və yaxud da bilmədən. Həmin Hakimlər Komitəsində də gedirlər, baxırlar Hakimlər Komitəsinin başında duran o adam. Deyirdi ki, sən İsmail, bu oyunda elədiyin səhv, bu nəticədə məsələn də tutaq ki, Araz Naxçıvan məğlub oldu Qarabağa, orada 2 dənə qırmızı düşürdü, sən getdin 3 oyun dincəlirsən. Və sonra 3 oyundan sonra sən 1 ay işsiz olandan sonra qayıdıb gələndən sonra bir sən necə idin? Sən deyirdin ki, bir dənə səhv eləməyim, nə var, çot qeyriməmişəm ki. Çox gözəl mövzu. Və yaxud da ki, 100% həmin o varda oturan gün ərzində 2 dənə oyun olur da qardaş, düzdür? 2 dənə oyun olur da məsələn, biri 5-ci gün oldu, ikisi 6-cı gün oldu, ikisi də bazar günü oldu. Bu Hakimlər Komitəsində oturan o başçıları kimdir? Böyük, xarici. De Blacker. De Blacker'in də köməkçisi var da yəqin ki yanında. Elə gəl otur özün də var da böyürdə şeyin qabağında. Ümumiyyətlə var. Var bir sizi nəzbilə qoyub azar. Yox, gəl özün də otur həmin o varın böyründə. Varda oturan hakimlər kimlər ki oturur qardaşım. Düzdür? Fikirləşdin ki, burada təcavüzkar davranışa görə bundan sonraki komitədə keçiriləndə o Sabraniyada toplantıda 2 oyunluq Cəfər Quliyevə verəcəyik və Musaya 2 oyunluq verəcəksə, elə oyunun gedişatında həmin o qərar verir, oyunun gedişatında verdi ona. Adı duzu varsız hakimlər idi. Dördlü hakim sistemi idi. Mübahisə eləməyə hazıram. Məncə var yaxşıdır. Düşməsinə və var ola biz nə qədər kobud səhvlər görürük. Söhbət odur ki, olsun da var. Öz yanında. Yox, ədalətsizlik o. Yox, ədalət də bərqərar edilir. Tamamlasın qoy. Ədalət bərqərar olur. Nə istəyirsən olsun. Bərpa edilir ədalət. Amma hakimlərdə o qədər arxayınlıq, rahatlıq olur ki, mən çıxıb rahat idarə eləyəcəm oyunu, səhv də eləyəcəm, eybi yox. Amma oradan mənə vardan deyəcəklər ki, burada səhv eləm. Qardaş, əvvəl belə şey yox idi. Əvvəl sən qiymətinə təsir eləyən səhvlərin olurdu. Qiymətləndirirlər ki, sən falan qədər bal aldın və gələn oyun məsələn sən bir oyunluq tutaq ki, İsmail sən oyun vermirdin. O idarə etmənə görə biliyordun bir neçə oyun təyinat almırdın. İndi çox rahat. Mənim təklifim çox rahat.